Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan müstəqilliyin bərpa olunması 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində Azərbaycanın daxili və xarici siyasəti mövzusudur. Gəlin başlayaq. Deyir, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, yəni 1991-ci il, AXC-nin süqutu 1920 idi, 71 il sonra isə 1991-ci il edir. Azərbaycan Respublikasında ölüm cəzası ləğv olundu 98-də, BMT üzv qəbul olduq 92-də, Dövlət himninin təsdiq olunması 92, Dövlət gerbi 93, SSR-in varlığına son qoyulması 91-ci ilin dekabrın 30-da, 25-də yəni. Azərbaycan Respublikası müstəqilliyini tanıyan ilk dövlətlər Türkiyə, Rumıniya və Pakistan 91-ci ildə. Azərbaycan Respublikasının daxil olduğu ilk beynəlxalq təşkilat İslam Konfransı Təşkilatı 1991. ATƏM-in Minsk qrupunun yaradılmasına məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin nizamı salınması, yəni Qarabağ münaqişəsini həll etmək. 20-ci əsr 80-ci illərdən başlamış Ermənistan-Azərbaycan münaqişəsində ermənilərin əsas məqsədi nə idi? Deməli, Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi hüquqlarının genişləndirilməsi yox, yəni Azərbaycana qarşı ərazi iddiaları idi. Qısaca Y variantı 5-də düzdür. 1993-cü ilin iyununda Azərbaycan Respublikasının prezident səlahiyyətləri Heydər Əliyevə həvalə olundu iyunun 24-də. ATƏM-ə üzv qəbul olunmamız 92-ci iyunu idi. İstiqlal bəyannaməsi, Ali Sovet İstiqlal bəyannaməmiz yox idi. Azərbaycan Respublikası MDB 93-cü ilin sentyabrında daxil olmuşdu. Sentyabrından sonra əsrin müqaviləsinin bağlaması 94-dədir. 92 martın 2-sində BMT üzv olduq. Qarabağ müharibəsində göstərdiyi igidliyə görə milli qəhrəman adı alınmışdır. Kim? Yusif Sadıqov Sovet İttifaqı qəhrəmanıdır. Əhmədiyyə Cəbrayılov da, İsrafil Məmmədov da, Cəray Əsədov da. Bunlar 2-ci Dünya müharibəsinə aiddir, amma Tofiq Hüseynov Mixail ləqəbi ilə Xocalı hadisəsi zamanı milli qəhrəman adı alıb. Qarabağ müharibəsində göstərdiyi igidliyə görə yenə Qafur Məmmədovda, Həzrət Həsənovdur, Mehdi Hüseynzadədir. Bunlar Sovet İttifaqı qəhrəmanıdır. Fərrux Ağayevov da 1-ci Dünya müharibəsinin qəhrəmanıdır. Amma Qarabağ müharibəsinin qəhrəmanı Əlif Hacıyev idi. Bu da 1992 Xocalı soyqırımı zamanı milli qəhrəman adı alıbdır. Azərbaycan Respublikasının 91 və 92-ci illərdə müvafiq olaraq üzv olduğu beynəlxalq təşkilat İslam Konfransı Təşkilatı və ATƏM. İslam 91-də, ATƏM-də 92-ci iyununda. 92-də üzv olduğumuz beynəlxalq təşkilatlar İslamlılar çıxırıq bu 91-dədir. QUAM 97-dədir. Avropa Şurası 2001-dədir. BMT-nin ATƏM 1 martdadır, bir də 92-ci iyununda. 2003-cü il tarixinə aiddir. NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qoşulmaq yanlışdır. 94-də idi. İlham Əliyevin prezident olmaq 2003-cü ilin oktyabrın 15-də. 93 və 98 prezident seçkilərinin keçirilməsi Heydər Əliyev prezident oldu. 1978-95 konstitusiyanın qəbul edilməsi Y variantı. Azərbaycanın 98-2003-cü illər tarixinə aid oxşarlıq yenə prezident seçkiləri keçirilib. 98-də Heydər Əliyev, 2003-də də İlham Əliyev prezident seçilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının tarixinə aid ümumcəti konstitusiya AXC-də yox idi. Müəssislər Məclisinin çağırılması yox idi. Müstəqilliyin bir sıra xarici dövlətlər tərəfindən tanınması. AXC-də məsələn de facto tanıdıq 1920 yanvarın 11-də. Azərbaycan Respublikasında da bilirik ki, Türkiyədir, Rumıniyadır, Pakistandır, İsveçdir, İrandır. Bunlar 91-də, digər dövlətlər isə 92-dən sonraki dövrlərdə bizim müstəqilliyimizi tanıyıb. 97 və 2001-ci ildə baş vermiş hadisələr. Prezident seçkiləri yox idi. Prezident 93-98, 2003-2008, 2013-2018 və 2024-cü illərdə idi. Beynəlxalq təşkilatlara üzv olmamız QUAM və Avropa Şurasına üzv olmuşuq. Ona görə B variantını götürə bilərik. 92-də işğal olunmuşdur. Hara? Qubadlı görük 93-dür. Xocalı, Laçın, Şuşa 92-dir. Xocalı fevralın 26-sı, Laçın mayın 18-i, Şuşa mayın 8-i. Cəbrayıl 93-dür. Qubadlı dedik 93-dür, Ağdamda 93-dür. 94-cü sentyabrında əsrin müqaviləsi sentyabrın 20-sində imzalandı. Dövlət müstəqilliyimizi tanıyan ilk dövlət təbii ki də Türkiyə Cümhuriyyəti. 2003-cü ilin oktyabrında İlham Əliyev prezident seçildi 15-də. 93-cü ilin avqustunda nə oldu? Füzuli erməni quldurları tərəfindən işğal olundu. Avqustun 23-də düzdür. Cəbrayılın Füzuli yeni gündə. Əsr müqaviləsi 94-dür. DQMV-nin ləğvi 91, Xocalı 92, ATƏM-in Minsk qrupunun yaradılması isə deməli daha sonraydı. 94-də Budapest samiti və 96-da Lissabon samitində bu məsələ müzakirə olmuşdu. 95 noyabrın 12-də konstitusiyamız və parlamentə seçkilər keçirildi. Ona görə B variantı. 93 oktyabrın 3-də isə Heydər Əliyev Azərbaycanın ilk dəfə prezidenti seçildi.
Heydər Əliyevin birinci prezidentliyi dövründə ombudsman. Bu 2001-də idi. Gəncənin tarixi adının bərpa olunması. Heydər Əliyevin birinci prezidentliyi 93-98-də, bu heç. Gəncənin tarixi adı bərpa olundu 89-da. Dövlət himnimizin qəbul edilməsi, deməli, bu 93-cü ildə, amma Heydər Əliyevin prezidentliyinə düşmür. YAP-ın yaranması 92, Konstitusiyamız 95 Y variantı, noyabrın 12-sində. 93-2003-cü illərdə prezident seçkiləri keçirilib. 1918 9 noyabr, 91 5 fevral 3 rəngli dövlət bayrağı rəsmən qəbul olundu. 98-ci il tarixi ölüm hökmünün ləğvi, düzdür. Ölüm hökmündə senzur adı, yəni ölüm hökmü edam cəzası eyni şeyi bilirik. Prezident seçkilərinin keçirilməsi idi. Bunların hamısı 98-də idi. Azərbaycanın 1990 tarixçi Səciyyəvi idi. Əsr müqaviləsi 94, ATM üzvü qəbul olmuş 92, MDB 93, prezident vəzifəsi 90-ın mayı, Gəncənin adının bərpa olması 89. Bakı, Tbilisi, Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin bağlandığı ölkə. Deməli, Bakı, Tbilisi, Ceyhan bilirik ki, Azərbaycan, Gürcüstan və İstanbulu neft kəməri bağlayır budur. Bu da bağlanıb deməli Türkiyədə. Ona görə bir götürə bilərik. İstanbulda 99-cu ilin noyabrın 18-də Y variantı düzgündür. 92 fevralında deməli Şuşa ermənilər tərəfindən mayedə işğal olunub. Ermənilər Ağdamımızı 93-də işğal edib. DQMV-nin statusunun ləğvi 91. Kəlbəcərin işğalı, deməli, Kəlbəcərin işğalı 1993 aprelin 3-ü. Ermənilər Xocalını törətdilər 92 fevralın 26-sı. 92 mayında isə Şuşanı işğal elədilər 8-də. Tofiq Hüseynova ölümündən sonra milli qəhrəman adı verildi. Niyə? Xocalı soyqırımında döyüşlərdə göstərdiyi igidliyə görə. Əlif Hacıyevə də eyni şəkildə Xocalı döyüşləri. Deyir, Azərbaycanda 1-ci Respublikadan fərqli olaraq 2-ci Respublika dövründə, yəni AXC-dən fərqli olsun bizim müstəqil dövlətimiz. Kollektivləşdirmə Azərbaycan SSR-yə aiddir. Parlament ikisində də var, AXC-də də var, bizdə də Milli Məclis var. Milli pul vahidinin tədavülə buraxılması ikisində də var. Biz fərqi tapmalıyıq. Osmanlı ilə diplomatik əlaqə AXC-də var. Deməli, 3-cü Respublika dövründə belə bir şey yoxdur. Bizə lazımdır ki, sırf AXC-də olmasın, 3-cü Respublikada olsun. Deməli, Konstitusiyanın qəbul olunması bizdə var, AXC-də yoxdur. 99 noyabrında Bakı, Tbilisi, Ceyhan əsas ixrac boru kəməri ilə bağlı saziş imzalandı, noyabrın 18-i. Naxçıvan Muxtar Respublikasının adından Sovet Sosialist sözü götürüldü. Heydər Əliyev Naxçıvan SSR Ali Sovetin deputatı olduğu dövrdə 1990-cı ilin noyabrında. 1918, 20 və 91-ci illərdə baş vermiş hadisələr Azərbaycan 1-ci, 2-ci, 3-cü respublikaları idi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikasının yaranması. 1919, 1946, 1997-ci ildə. Parlament 98-də atıram. Azərbaycan Neft Komitəsi, Milli Şura və Neft Fondu, bu yanlışdır. Azərbaycan Xəzər Donanması, Təbriz Universiteti QAM-ın yaradılması düzdür. Cənubi Qafqaz Komissarlığı 1917 idi. Azərbaycan SSR-yə, ATM və Müstəqil Dövlətlər Birliyinə daxil olmalı. MDB falan 93-deyik, ATM 92-deyik, ona görə yanlışdır. Azərbaycanın 20-ci əsrin 90-cı illərin əvvəlləri üçün xarakterikdir. Bakının Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planı 50-ci illər. Milli Qurtuluş Gününün təsis olunması. Milli Qurtuluş 1993-cü ildə idi, bilirik ki. Amma onun gününün təsis olunması 20-ci əsrin ortalarına düşür. Amma dövlət müstəqilliyin bərpa olunması 1991-də, 20-ci əsrin əvvəlinə 40-da Y variantı düşür. Azərbaycan SSR-nin 20-ci əsrin 80-ci illərin sonları tarixi üçün xarakterikdir. Yeni qrafikalı əlifba 91-dir. Azərbaycan SSR-yə aid deyil, həm də müstəqil Azərbaycana aiddir. Yeni konstitusiyanın qəbul olunması 78-də idi. Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiyası 88. C-ni götürə bilərik. 99-a aid Avropa Şurası 2001, əsr müqaviləsi 94, Bakı, Tbilisi, Ceyhan 99-cu ilin noyabrın 18-də, Konstitusiya Məhkəməsi 98-də, Böyük İpək Yolu 98-də. Azərbaycan 20-ci əsrin 90-cı illərin əvvəlləri. Bakı Subsat sonları idi. Müstəqilliyin bərpa olunması 91-dir. Əsr müqaviləsinin imzalanması 94-dür. İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti 2000, Azərbaycan Dövlət Neft Fondu da sonları idi 90-ın. Ona görə 43-də cavab olur B variantı. İlham Əliyevin birinci prezidentliyinə aiddir. Bakı Qrozno 1983. İlham Əliyevin prezidentliyi 2003-2008 idi. Böyük İpək Yolu 98. Ölüm cəzası 98. Bakı Tbilisi Qars
2017 deyək. Bakı biz Erzurum istifadə verməz. 2007 idi, yeni götürürük. Uyğunluq gözlənmişdi. Heydər Əliyev Azərbaycanın Ali Sovetin sədri olub 92-də. A variantı ilə düzdür. 45-də cavab oldu A variantı. 93-cü ildə Cəbrayıl Qubadlı ermənilər tərəfindən işğal olundu. Düzdür, avqustun 23-də. 93-cü ildə İslam Konfransı 91-dir. Dövlət himninin təsdiq olunması 92-dir. Xocalı 92-dir. Qubadlı ilə Zəngilan 93-də işğal olunub. Parlament seçkiləri 95-də olub. 93-cü ildə Konstitusiya 95-dir. MDB daxil olmamız 93-dür. 20-ci əsrin 90-cı illərin ortaları Konstitusiya Məhkəməsi 98-dir. Bələdiyyə seçkiləri 99-dur. Dövlət himni 92-dir. Aqrar islahatı 96-dır. Dövlət bayrağı 91 fevralın 5-i. Azərbaycan Respublikasının 21-ci əsr tarixinə aid deyil. Torpaq islahatı haqqında qanun 96-dır. O da 20-ci əsrə düşür. 21-ci əsr tarixinə aid deyil. 21-ci əsr müqaviləsi təbii ki də aiddir. 2013-də. İlk bələdiyyə seçkiləri 99-dadır. B variantı. Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Yəni 93-98. Avropa Şurasında üzvlüyümüz 2001. Manatın tədavülə buraxılması bu 94-cü ildədir. Yəni normalda manatı buraxan Əbülfəz Elçibəy olubdur. Ona görə burada manatın tədavülə buraxılması onunla seçirik. 92. B-ni atdım. Azərbaycanda konstitusiya dəyişiklik edilməsinə dair referendum 2002. C-ni atdıq. Azərbaycan Respublikasının konstitusiyası 95. Birinci dövrə aiddir. BMT üzv qəbul olmamız 92 Heydər Əliyevə aid deyil. Sosialist cəmiyyətin süqutunu sürətləndirdi. Daşkənd 92 mayında idi və artıq SSR dağılmışdı. SSR-in dağılması 91-in sonudur. Xocalı faciəsi 92-dir, ondan sonra olub. Yenidən qurma və aşkarlığın yaratdığı imkanlar, bu düzdür. Yəni əslində SSR-ni daha yaxşı vəziyyətə gətirmək istədilər, amma daha betər oldu. Azadlığın müdafiə aktına 907-ci düzəliş yanlışdır. BMT-miz 92-dir. Bu da SSR-dən sonraki dövrdür. 20-ci əsr 80-ci illərinin ikinci yarısında Azərbaycan SSR-də demokratik hərəkatın inkişafına təkan verdi. Pəhləviyə son qoyulmaq 79-dur. Azadlığa müdafiənin düzəlişi, bu da yanlışdır. Yenidən qurma və aşkarlığın yaratdığı imkanlar. Yenidən qurma ilə aşkarlıq yenə bildiyimiz kimi 80-ci illərdədir. 86 ona görə budur. DQMV 90-cı illər, SSR 90-cı illər. Heydər Əliyevin birinci prezidentliyi dövrü 93-98. Ağdərə əməliyyatının keçirilməsi. Deməli, Ağdərə əməliyyatının keçirilməsi Heydər Əliyevə heç aid deyil. Ümumiyyətlə, ondan əvvəldə əsr müqaviləsi 94-dür. Götürürük. MDB 93-də amma Heydər Əliyevə aid deyil. Sentyabrıdır. BMT 92 martıdır. Azərbaycan Avropa Şurasına daxil olması 2001-dir. Heydər Əliyevin ikinci prezidentliyinə aiddir. BMT üzvümüz 92-dir. Konstitusiyaya əlavə düzəlişlər 2002-dir. MDB-yə daxil olmamız 93-ün sentyabrıdır. Türksoy 93-də, amma Heydər Əliyevin yəni bizə lazımdır Heydər Əliyevin ikinci prezidentliyi. Yəni 98-2000. Orada da B variantı düzdür. MDB yox, Türksoy amma birinci dövrdür. Əsr müqaviləsi də 94-dür, birinci dövrünə aiddir. Heydər Əliyevin ikinci prezidentliyi yenə 98-2003. MDB-yə daxil olmaq 93-dür. Avropa Şurasının tam hüquqlu üzvü 2001-dir. Konstitusiyanın qəbul edilməsi 95. Əsr müqaviləsi 94. Bakı, Novorossiysk, Bakı, Subsa bunlar 98-99-dur. 20-ci əsrin 90-cı illərinin sonlarında Bakı, Tbilisi, Ceyhan, Neftçəmər haqqında sazişin imzalandığı ölkə. Burada biz tapmalıyıq 5-i, yəni Türkiyədə imzalanmışdı. 20-ci əsrin 90-cı illərin sonlarında İpək Yolu üzrə beynəlxalq konfransının keçirildiyi ölkə Azərbaycandır, yəni 3 Bakıda. Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. SSR-nin hərbi əmlakı. Birinci prezidentlik 93-98. SSR-nin hərbi əmlakı Daşkənd müqaviləsi 92 mayın 15-də atıram. Gəncənin adı bərpa olundu 89. MDB-yə daxil olduq 93-də, amma Heydər Əliyevin prezidentliyinə aid deyil, sentyabrdadır. Əhalinin sosial müdafiəsi haqqında qanunun qəbul edilməsi bu 94-dür. İslam Konfransı Təşkilatına üzv qəbul olmamız 91-də aid deyil. Birinci prezidentliyi yenə 93-98. Azərbaycanın Avropa Şurasına daxil olmağı. Birinci prezidentlik 93-98, amma Avropa Şurası 2001. İkinci prezidentliyə aiddir. Mübariz İbrahimov 2010-da İlham Əliyevə aiddir. Azərbaycanda ilk bələdiyyə seçkilərinin keçirilməsi 99-dur. BMT-yə daxil olmamız 92. Böyük İpək Yolu Beynəlxalq Konfransının keçirilməsi 1998 sentyabrın 8-dədir və birinci prezidentliyə aiddir. Ondan bir ay sonra
prezident olur. 92-də işğal edilməmiş rayonları müəyyənləşdirək. Məsələn, Kəlbəcər 5, 1993 aprelin 3-də işğal olmuşdu. Laçını amma çıxırıq. Deməli, 4 atdıq. Daha sonra baxırıq nəyə? Şuşa 92-ci ildə işğal olunub, 2-ni atıram. Deməli, cavab olur 1-dən 5 D variantı 62-də. (1992-ci ildə işğal edilməmiş rayonları müəyyənləşdirək. 92-də işğal edilməmiş yeni şəkildə 4-ü götürürük mütləq. Deməli, 4-ü götürdükdən sonra 5-i atırıq Laçındır. Laçın 1992-də işğal olunmuşdu. D ilə Y variantı getdi. Deməli, 3 burada olur Xocalı. Ona görə 3-ü də atıram. 92-ci ildə işğal olunmuşdu. Qalır bircə dənə. Deməli, 1-dən 4. 1 dedik ki, Kəlbəcər 93 aprelin 3-ü. 1 isə olur Füzuli. Bu da 93-cü ildə işğal olunmuşdu. Cavab oldu 1-4. Şuramın üzvü olan dövlət. Təbii ki də Şuram hansı idi? Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova dövlətləri. Burada deməli biz seçməliyik. Türkiyəni çıxıram. 4-dür. 4 Türkiyədir. Daha sonra baxırıq nəyə? 1 İtaliyada atdım, 2 Rusiyada atdım, 5 Polşada atdım, 3 tapa bilmirik, 3 hardadır? Deməli, burada 3 tam olaraq göstərilmir, amma Moldova bu hissədə olduğuna görə cavab olmalıdır. 3 digərləri qalmır. Azərbaycan Respublikası Ombudsmanı yaradılması 2001. Heydər Əliyevin birinci yox, ikinci prezidentliyidir. 5 atıram. Deməli, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasının baş çatdırılması 2007-ci ildədir. Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi ola bilməsi Heydər Əliyevə aid deyil bu. İlham Əliyevin birinci prezidentlik dövrü 2003-2008-ci ilə aiddir, 3-ü götürürük. Deməli, neft fondunun təsis edilməsi Heydər Əliyevin birinci rəhbərliyinə, nə Heydər Əliyevin, nə də İlham Əliyevin birinci rəhbərliyinə aid deyil. Cavab olur burada D variantı, yalnız 3. Azərbaycan Respublikası Torpaq İslahatı Qanunu 96. Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi, yəni 93-98 olmalıdır, düzdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salınması. İşə salınması da 2006-cı ildə idi və İlham Əliyevin birinci prezidentliyi dövrünə düşür. 4-ü də götürürəm. Deməli, uyğunluğu soruşur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması. İlham Əliyevin birinci prezidentliyi düzdür. Torpaq İslahatı haqqında qanun Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövrü. Burada rəhbərlik deyir, 69-82-ni deyir, yəni prezidentlik demir. Ona görə 5-i atıram. Sonra Azərbaycan Avropa Şurasına daxil olmağı 2001-ci ildədir. Heydər Əliyevin ikinci prezidentliyi dövrüdür. Cavab olur burada 1-dən 4. Avropa Şurasına 2001-də daxil olmuş. Heydər Əliyevin də prezidentliyin ikinci mərhələsi 93-98-dir. Ona görə də burada cavab olur 1-dən 4. 20-ci əsrin 40-cı illərin ikinci yarısı Türkiyə. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasının tarixi üçün ümumi cəhət, deməli, ümumi cəhəti götürsək, burada aqrar islahatın həyata keçirilməsi olar. 96-da bizdə idi, 40-cı illərdə də Türkiyədə idi, 45-də. 20-ci əsrin sonu Azərbaycan tarixi üçün xarakterik idi. Neft kəmərin istifadəyə verilməsi 2006-dır. Deməli, Bakı-Batum neft kəməri çoxdan idi. İstanbul zirvə görüşü. İstanbul zirvə görüşü bu dövrə aid deyil. Əsl müqaviləsi neftin Avropa bazarlarında satılması 97-dən sonra idi. Bakı-Tbilisi-Qərs dəmir yolu da 2017. 2001-ci ildə deyir Azərbaycan NATO Parlament Assambleyasının assosiallaşdırılmış üzvü 2002 idi. Asan xidmət deməli 2012 idi. Bakı-Tbilisi-Qərs dəmir yolu 2017 idi. Konstitusiya dəyişikliyi 2002 idi ilk dəfə. Avropanın tam hüquqlu üzvü 2001 idi. Türkiyə 1945, Azərbaycan 96 nə idi? Torpaq islahatı haqqında qanunun qəbul edilməsi. Azərbaycan ordusunun 1992-ci ilin iyun-iyul hərbi əməliyyatlarının nəticəsi deməli, biz sıra ərazilərimizi azad etmişdik. Baxaq. Dağlıq Qarabağ ərazisinin bir hissəsi erməni işğalçılarından təmizlənib, düzdür. Azərbaycan ordusunun 94-cü ilin yanvar hərbi əməliyyatları nəticəsində Horadiz düşməndən təmizləndi.
Azərbaycan Respublikası 21-ci əsr daxili siyasət, xarici siyasət. Tanap qaz kəmərinin açılış mərasimi daxili deyil, xaricidir. 2018. NATO Parlament Assambleyasının assosiyalaşdırılmış üzvlüyü xarici siyasət 2002. Asan Xidmət Mərkəzinin yaradılması daxilidir 2012. Xarici siyasət Təbrizdə Azərbaycan konsulluğu 2004. Avropa Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsinə üzv qəbul olmamız 90-cı illər idi. Konstitusiya Məhkəməsinin yaradılması da 98 idi. Cavab olur 1D, 2-də A, yəni Y variantı. Azərbaycan 21-ci əsr daxili və xarici siyasət. İlham Əliyev vitse-prezident 2003 xarici siyasəti. Çadır şəhərçiləri 2007 idi. Azərbaycan Konstitusiyasının qəbul edilməsi 95 idi. Bakı-Tbilisi Ərzurum qaz kəmərinin çəkilməsi haqqında sazişin imzalanması 2001-ci ildə xarici siyasətdir. Heydər Əliyev fondunun yaradılması bu daxili siyasətdir. İpək yolunun bərpası üzrə Bakı bəyannaməsi 98 idi. Cavab olur 1B, 2A. İlham Əliyevin birinci prezidentliyi 2003-2008. Sülh naminə tərəfdaşlıq 94-dür. Milli valyuta manatının tədavürə buraxılması 92. Konstitusiya Məhkəməsi 98. Bakı-Tbilisi Ceyhanının istismara verilməsi 2006. Ölüm cəzası 98. İlham Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Bütün sadə şəhərciklərin ləğvi 2007. Birinci prezidentlikdə 2003-2008. Xocalı soyqırımını tanıyan ilk dövlət Pakistan. Nüvə silahına malik yeganə müsəlman dövlətdir. Yenə Pakistan 4-ü seçirik. Verilmiş xüsusiyyətlərin aid olduğu dövlət xəritədə müəyyənləşdir. 2008-də Rusiyanın hərbi müdaxiləsinə məruz qalıb Gürcüstan. Elə birbaşa seçə bilirik biri. 2014-də ərazisinin bir hissəsi Rusiya tərəfindən ilhaq edilmişdir. Azərbaycan Respublikası ilə iqtisadi əməkdaşlıq sazişi imzalanmışdır. Deməli, 2009-cu ildə ərazisinin bir hissəsi işğal olunub Rusiya tərəfindən. Burada cavab olur 2D variantı. 1791-də ABŞ, 2002-də Azərbaycanın tarixinə aid ümumicət konstitusiya düzəlişlərinin olması. Daha əvvəl olub Asan Xidmət 2012, İlham Əliyevin ilk dəfə prezident seçilməyi 2003, Müstəqil Azərbaycanın ilk konstitusiyası 95, Avropa Şurasına qəbul olmamız 2001, Konstitusiya Məhkəməsi 98, cavab olur C variantı. Daha əvvəl olub Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi 2007, yəni. Bakı-Tbilisi Ceyhanının istismara verilməsi 2006. Qrozno-Bakı neft kəməri 1983. Əsrin müqaviləsi 1994. Mehriban Əliyeva vitse-prezident 2017. Cavab olur C variantı. Daha əvvəl olub NATO-nun sülh naminə tərəfdaşlığı 94. 21-ci əsr müqaviləsi 2013. İqtisadi əməkdaşlıq təşkilatına daxil olmağımız bu da 1992. Böyük İpək yolu 98, Güyan 97. Cavab olur C variantı. 96 torpaq islahatı haqqında qanuna görə torpaqlar kəndlilərin mülkiyyətinə, yəni kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verilirdi. Elə A variantı düzdür. Naxçıvandan Sovet Sosialist söz götürdü 90-cı ilin noyabrında. Azərbaycan suverenliyi haqqında Konstitusiya 89-da. Ölkənin Azərbaycan Respublikası adlandırılması 91 fevralın 5-i. Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr oldu 91. Azərbaycan Xalq Cümhuriyyətinin yüksəkli bayrağına status verilməyi 91. Cavab olur B variantı, yəni 1989. Daha əvvəl olub Naxçıvandan Sovet Sosialist götürüldü 90. Amma noyabrı. Prezident vəzifəsi 90 may. Yapın yaranması 92. Ali Sovetin sədri 93. Konstitusiya aktı 91. Cavab olur B variantı. Daha əvvəl olub Güyan 97. İlk deməli dost mərkəzi 21-ci əsrdir bu heç. Təbrizdə Azərbaycan Respublikasının konsulluğunun açılması. Bu da 2004-dür, yəni 21-ci əsrdir. Bunu da atırıq. İlham Əliyev ilk dəfə prezident bu da 21-ci əsrdədir. 2003-də NATO sülh naminə tərəfdaşlığı da 1994-də Y variantı düzdür. İlham Əliyevin birinci prezidentliyi 2003-2008. Bütün sadə şəhərciklərin ləğv olunması 2007. 90-cı illərə aid deyil. Şuşanın mədəniyyət paytaxtı olmalı. Təbii ki də 21-ci əsrə aiddir. Ona görə bunu elə birbaşa götürə bilərəm. Böyük İpək yolu 98, Torpaq islahatı 96, ATƏM Minsk qrupu da 90-cı illər, NATO da 94. 90-cı illərə aid deyil.
Avropa Şurasının üzvü olmuşuq 2001. Yeni torpaq mülkiyyət formaları torpaq islahatı haqqında qanuna görə 1996-da. Kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verilir 96-cı il torpaq islahatı haqqında qanuna görə. Azərbaycan NATO Parlament Assambleyasının asosiallaşdırılmış üzvlüyünə qəbul edildiyi sammitin keçirildiyi dövlət. Deməli, burada həmin asosial üzv olmuşuq 2002-ci ildə və həmin dövlət də olur burada Türkiyə, yəni 4 D variantı. Bakı-Tbilisi-Ceyhan haqqında imzalanmış sazişdə Türkiyədir. 20-ci əsrin 90-cı illərin sonunda Azərbaycan xarici iqtisadi əlaqələr üçün xarakterlikdir. Dəmir yolunun açılması 21-ci əsrdir. Deməli, 90-cı illərin sonu deyirsə, türk dilli ölkələrin dövlət başçılarının Naxçıvan sazişinin imzalanması, deməli, bu da yanlışdır, sonlarına aid deyil. Sülhnaməli tərəfdaşlıq sonlarına aid deyil, 94-dədir. Torpaq islahatı 96-dadır. O da sonlarına aid deyil, ortaya aiddir. Bakı bəyannaməsi 98 sentyabrın 8-dir. 20-ci əsrin 90-cı illərin sonu Azərbaycan xarici iqtisadi əlaqələr üçün xarakterlikdir. Avropa Şurası 2001. İslam Əməkdaşlıq Təşkilatı 92. Türkiyə ilə müttəfiqlik münasibətləri Şuşa bəyannaməsi 2021. Avropa Qafqaz Asiya dəhlizi 98. İç bələdiyyə 99. Bələdiyyə seçkiləri xarici əlaqə deyil deyə atırıq. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsindən əvvəlki dövr, yəni 91-in oktyabrın 18-dən əvvəlki dövr DQMV-nin statusunun ləğvi noyabr idi. Prezident vəzifəsi 1990-cı ilin mayı. Milli Məclis Xocalı soyqırımı bu 92-dən sonradır. Sədrət Dilüzü 92 idi. Daşaltı 92 idi. Dağlıq Qarabağ Muxtar Vilayətin statusunun ləğv olunduğu ildə, yəni 91-də nə olmuşdu? Prezident vəzifəsi 90 idi. Vahid Almanya'da 90 idi. ATM ATT çevrildi 94-də. Dövlət Neft Fondu heç SSR-ni süqut etməyən bu 91 variantını götürürük. Dövlət Neft Fondu 90-cı illərin sonuydu. Heydər Əliyevin birinci prezidentliyi, ikinci prezidentliyi. YAP 92-də prezidentliyə aid deyil. Birinci prezidentlik 93-98, ikinci prezidentlik 98-2003. Füzulinin Horadiz qəsəbəsinin azad edilməsi birinci prezidentlik 94-ün əvvəli. Azərbaycan BMT üzvü olmağı 92-dir, buna aid deyil. İkinci prezidentlik Avropa Şurasına üzv 2001, Ombudsman təsisatı 2001, Azərbaycanın NATOya daxil olması, NATOya heç vaxt daxil olmamışıq, cavab olur 1B, 2AB. Birinci prezidentlik dedik 93-98, ikinci prezidentlik 98-2003, Cəbrayıl Füzuli rayonlarının bir sıra məntəqələri azad olundu 94, Milli Qəhrəman adı 92, Konstitusiyanın qəbul olunması 95, GÜAM 97, Bakı-Tbilisi-Ceyhan istifadəyə verilməsi 2006, İç bələdiyyə 99, cavab oldu 1AC, 2C. Yəni C variantı. Heydər Əliyevin birinci prezidentliyi, xarici iqtisadi əlaqələr, xarici siyasi əlaqələr. GÜAM-ın təşkil edilməsi, deməli, GÜAM-ın təşkil olması, Heydər Əliyevin birinci prezidentlik dövrünə aid olanları seçməliyik. Birinci prezidentlik dövrü olub, deməli, 1993-dən 98-ci ilə qədər. GÜAM-ın təşkil olması iqtisadi əlaqədir, xaricidir özdə. GÜAM-ın onsuz da iqtisadi əlaqələr məqsədi ilə yaradılmışdı. Bakı-Tbilisi Ərzurum kəmərinin istifadəsi 2007-də heç ona aid deyil. Böyük İpək Yolu Beynəlxalq Konfransının keçirilməsi 98-ci birinci prezidentliyə düşür. Xarici siyasi əlaqə olaraq Azərbaycan NATO'nun sülhnaməli tərəfdaşlıq proqramına qoşulmağı 94. Avropa İqtisadi Əməkdaşlıq 1992-dir. Azərbaycan BMT-yə daxil olmağı da 92-dir. Cavab olur B variantı. Heydər Əliyevin ikinci prezidentliyi, xarici iqtisadi və xarici siyasi, yəni 98-2003. Saziş 99-dur. Və Bakı-Tbilisi-Ceyhan xarici iqtisadi əlaqədir. A-nı götürə bilərəm. Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi 2007-dir. GÜAM-ın təşkil olunmağı 97-dir və birinci prezidentlik dövrünə düşür. Bizə lazımdır ikinci prezidentlik dövrü. Yəni Bakı-Tbilisi-Ceyhan barədə saziş imzalanması 99 idi. Azərbaycan Avropa Şurasının tam hüquqlu üzv olmağı, xarici siyasidir təbii ki bu, 2001. NATO Assambleyasının asosiallaşdırılmış üzvü 2002. ATM üzv olmağımız 92-dir. Cavab olur 1A, 2A, B, Y variantı yəni.
Heydər Əliyevin birinci prezidentliyi və ikinci prezidentliyi dövrü. Deməli, burada deyir ki, birinci prezidentliyi nə vaxt 93-98, ikinci prezidentliyi nə vaxt 98-2003, NATO-nun sülhnaməyə tərəfdaşlığına qoşulmaq 94, İlk bələdiyyə seçkiləri 99, əhalinin sosial müdafiəsi haqqında qanun 94, ikinci prezidentlik Güam 97-dir, Bakı-Tbilisi-Erzurum-Qaz kəməri ilə bağlı müqavilə 2001-dir, Böyük İpək Yolu Beynəlxalq Konfrans 98 sentyabrın 8-i birinci prezidentliyə düşür. Cavabı 1A-C, 2B. Deməli, B variantı. Azərbaycan Respublikası Heydər Əliyevin birinci prezidenti, ikinci prezidenti. Birinci prezidentliyi 93-98, ikincisi 98-2003-cü illəri idi. Müdafiə haqqında qanunun qəbul edilməsi, ATƏM Minsk qrupu həmsədrləri və Azərbaycan Respublikasının dövlət bayrağının təsdiq olunması. Deməli, burada müdafiə haqqında qanunda birinci prezidentliyə aid ATƏM Minsk qrupunun yaradılmasıdır. Amma dövlət bayrağı 91-dir və Heydər Əliyevə aid deyil. Daha sonra Heydər Əliyevin ikinci prezidentliyi Şimal Bakı Novorossiysk neft kəmərinin istifadəyə verilməsi. Bu, deməli, Şimal Bakı neft kəmərinin istifadəyə verilməsi Heydər Əliyevin ikinci prezidentliyinə aid deyil. Ona görə də A-nı atıram. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında saziş 99 deyə götürürəm. Torpaq silahı 96 deyə atıram. Cavab B variantı. Lisabon samiti keçirildiyi ildə Azərbaycan Respublikasında, yəni 96-da nə olub? Torpaq silahı haqqında qanun verilib. 1994 Budapeşt, 96 Lisabon, 99 İstanbulda Bakı-Tbilisi haqqında saziş imzalanıb. Heydər Əliyevin Azərbaycanın birinci və ikinci rəhbərliyi dövrünə aid ümumi cəhət. Parlamentin fəaliyyətə başlaması yox. Xarici ölkələrin neft müqavilələri, birinci prezidentlik 94 əsr müqaviləsi idi. Deməli, əsr müqaviləsi idi. İkinci prezidentlik dövründə də neftlə bağlı sazişlər bağlamamışdı deyə bunu atıram. Heydər Əliyevin Azərbaycanın birinci və ikinci rəhbərliyidir. Yəni, biz 1-69-82-ni götürməliyik. Bir də 93-2003 prezidentliyi götürməliyik. Ona görə A ilə B-ni atdıq. Avropa dövlətləri tərəfindən ölkənin müstəqilliyinin tanınması yox. Çünki heç müstəqil deyildik. Birinci rəhbərliyi dövründə Azərbaycan SSR idik. Milli Azadlıq Hərəkatı ikinci rəhbərliyi dövründə yox idi. Amma yeni konstitusiya 1978-də də var, 1995-də də. Heydər Əliyevin yenə birinci rəhbərlik, ikinci rəhbərlik, yəni 69-82 və 93-2003-cü illər. Ermənilərin ərazi iddialarına qarşı mübarizənin aparılması A variantını düzgün götürə bilirik. Hadisə 2016 aprel döyüşlərində ordumuz parlaq qələbə qazandı. Düzdür. Nəticədə bir neçə rayon mərkəzlərinin işğaldan azad olunması, amma bu yanlışdır. Bu bir neçə rayon mərkəzinin, yəni şəhərlərin Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan azad edilməmiz 2020-dir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası başa çatdı 2006-da. Azərbaycan Qaraqızılının Rusiya vasitəsilə Qaradəniz limanlarına çıxarılmasının təmin olunması, bu da yanlışdır, bunun nəticəsi deyil. Çünki Bakı-Tbilisi-Ceyhan Azərbaycan, Türkiyə və Gürcüstan arasındadır. Torpaq islahatı haqqında qanun xüsusi torpaq mülkiyyət forması ləğv olunmur, əksinə yaranır. Yerli öz idarə orqanlarının yaradılmasına hazırlıq görülməsi, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkilərinin keçirilməsi, elə burada düzgün cavab dedim, 1999. Konstitusiyamız qəbul olunub 95, milli valyuta manat 92-də buraxılıb atırıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri sazişi 99. İlham Əliyev ilk dəfə prezident seçildi 2003. Ölüm cəzası ləğv olundu 98. Konstitusiya məhkəməsi 98. Qadın problemləri üzrə dövlət proqramı da 98-dir. Bizə də olur burada B variantı. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara əməkdaşlığına aid uyğunluq ATƏT, Minsk qrupu həmsədrləri təsisatı yaranır, düzdür. Azərbaycan təkliflə Türkiyə Minsk qrupunun həmsədr ölkəsini çevirir, yanlışdır. NATO Bakı bəyannaməsi qəbul edildi, əlaqəsi yoxdur. NATO olmama 94-də sülhnaməyə tərəfdaşlıq proqramına qoşulmuşuq. BMT-nin assosiativ üzvü olmuruq, NATO-nun oluq. Respublikamızın daxil olduğu ilk beynəlxalq təşkilat BMT deyil. Deməli, İslam Konfransı təşkilatıdır. Deməli, burada deyir 92 martın 2-sində təşkilatın üzvlüyünə qəbul edildik. Bu düzdür, BMT-nin üzvü olmuşuq 92-ci il martın 2-sində. NATO-ya heç vaxt üzv olmamışıq. ATƏM-də 93-cü sentyabrında deyil, 1992-ci ilin iyunundadır.
Deməli, cavab olur. Burada 3C olan varianta baxırıq. 1A, 2B, 3C. Yəni C variantı. Azərbaycan Respublikası Azərbaycan SSR-dən fərqli olaraq Dağlıq Qarabağla bağlı Ermənistanla ərazi mübarizəsi olub, həmişə olub. Rusiyanın xammal bazası satış bazasına çevrilməmiş, əksinə müstəqil idik. Azərbaycanların sürgün edilməsinin qarşısı alınmayıb, heç Respublika onu görmədi də, 91-də artıq bu proses başa çatmışdı. Neft sənayesinin inkişaf etdirilməsinə diqqət etmişdir. Deməli, Azərbaycan SSR-də də neft var idi. Müstəqilliyin dünya dövlətləri tərəfindən tanınması Azərbaycan Respublikasına aiddir. Çünki Azərbaycan SSR-də müstəqil deyildik. 12 noyabr 95 konstitusiyamız qəbul olundu, həmçinin parlament seçkiləri keçirildi. Bələdiyyə 99-dur, prezident 93-98, 2003 falandır, konstitusiya məhkəməsi 98-dir. 98, Gülam 97, Heydər Əliyev prezident oldu 98, MDB 93. Yəni yaradılması hətta 91, 93-də biz üzv olmuşuq, Türksoy 93, konstitusiya məhkəməsi 98, cavab olur 2-5. 20-ci əsrin 90-cı illər Xocalı faciəsi. Bakı tibb sərvizorqaz kəmərin istifadəyə verilməsi 2007. Ombudsman 2001. Türkdili Dövlətlərin Əməkdaşlıq Şurası. Bu da 21-ci əsrdədir. MDB-yə daxil olmağımız 93-dür. Cavab olur 1-dən 5. 90-cı illər MDB-yə daxil olmağımız deməli. Yəni 20-ci əsrdə tapmalıyıq. MDB-yə daxil olmuşuq 20-ci əsr, yəni 93-də. Ombudsman 21-ci əsrdə 2001-dir. Bakı Tibis Ceyhan haqqında saziş 99 idi. 21-ci əsrdir. 98-dir. Cavab olur 1, 3 və 5. 116-da. 92 aiddir. Şuşanın işğalı aiddir. 92 may 8. Milli Qurtuluş günü. Bu 15 gün 93-dədir. Yəni Qurtuluş günümüz. Ona görə bu aid deyil, ikini götürürük. Daşkənd müqaviləsi 92-dir. Bunu da atıram. Əbülfəz Elçibəy prezidenti 92. Bişkek protokolu 94. Cavab olur 2-dən 5. 91-də baş vermişdir. Sədr seçilməyi 91 sentyabr. SSR-nin süqutu 91-dir. SSR-də prezident vəzifəsi 90-dır. MDB-yə daxil olmamız 93-dür. Dövlət müstəqilliyinin bərpa edilməsindən əvvəlki dövrə aid olanları müəyyənləşdirək. Yəni 91 oktyabrın 18-dən əvvəl. Konstitusiyamız 95. XİK-in yaranması 89. MDB-yə daxil olmamız 93. Bu düzəlişin azadlığı müdafiə aktına düzəlişin qəbul olunması. Azadlığı müdafiəyə düzəlişin qəbul olunması da ondan sonraydı. Qubadının ermənilər tərəfindən işğalı. Müstəqilliyin bərpa edilməsindən əvvəlki dövr. Bu da 93-dür. Azərbaycan SSR-nin adı dəyişdi. Azərbaycan Respublikası 91 fevralın 5 cavab olur edəcək 2-dən 6. Dövlət müstəqilliyinin bərpa edilməsindən əvvəlki dövr. Prezident vəzifəsi 90 may. Dövlət himni 92. Yəni biz burada 91 oktyabrın 18-dən əvvəlki hadisəni seçməliyik. BMT 92, Xocalı 92. Dövlət bayrağı 91 5 fevral, Şuşa 92. Cavab olur 1-dən 5. Dövlət müstəqilliyi bərpa olunandan sonra manat tədaviyə buraxıldı 92. Dövlət müstəqilliyi 91 oktyabrın 18-i bərpa olunub. Bu Naxçıvan Muxtarın bayrağı 90-cı il idi. Demokratik parlament seçkilərinin keçirilməsi 1995. Bakıda Sovet qoşunu qırğın törətdi 90. Cavab oldu 1-3. Azərbaycanda dövlət müstəqilliyi bərpa ediləndən sonra, yəni 91 oktyabrın 18-dən sonra Milli Qəhrəman adı 1992. Bu 1990 idi. TQDK-nın yaranması 92 idi, prezident vəzifəsi 90 idi. Azərbaycan Respublikasının AXC-nin oxşarlığı, xarici şirkətlərin neft müqaviləsi, məsələn, əsrin müqaviləsi, həmçinin AXC-də neft müqaviləsi bağlamışdı. Prezident vəzifəsi yalnız Azərbaycan Respublikasındadır. Konstitusiyaya əlavə dəyişikliklər, AXC-də konstitusiya yox idi. Parlament AXC-də idi. Neft sənayesinin milliləşdirilməsi, deməli, Parlamentin fəaliyyət göstərməsini Azərbaycan Respublikasında götürə bilərik. Milli Məclis kimi 4-də götürək. Neft sənayesinin milliləşdirilməsi nə AXC-dədir, nə də Azərbaycan Respublikasında. AXC ilə Azərbaycan Respublikasının ümumi cəhətləri. Naxçıvana dair beynəlxalq müqavilələr. Naxçıvan statusuna dair beynəlxalq müqavilələrin imzalanması AXC-də deyildi. 1921 Qars Moskva müqaviləsində idi. Avropa Şurası ilə əməkdaşlıq. Deməli, Avropa Şurası ilə əməkdaşlığın edilməsi Avropa Şurası heç onda yox idi də AXC-nin vaxtında. Neft satışı ilə bağlı tədbirlər var.
Azərbaycan Milli Ordusunun yaradılması təbii ki də var. Amma Konstitusiya yalnız Azərbaycan Respublikasına aid. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının fəaliyyətində oxşarlıq. Milli valyuta, yəni Bakı bonu və manatın buraxılmağı. Prezident vəzifəsi Azərbaycan Respublikasındadır. Konstitusiyaya əlavə dəyişikliklərin edilməsi. AXC-də konstitusiya yox idi. Təbrizdə diplomatik nümayəndəlik ikisinə də aiddir. Biri 1920-də Qacarlarla, biri də 2004-də Azərbaycan Respublikası. Neft sənayesi yanlışdır, cavab olur 1-4. Xocalanı işğal etməkdə ermənilərin məqsədi. Üstünlük qazanmaq düzdür. Naxçıvan Azərbaycanın digər ərazilərin birbaşa əlaqəsini kəsmək yanlışdır. Əsas silah bazasını ələ keçirmək. Deyir ki, burada yəni Xocalanı ələ keçirsəydi, əsas silah bazası yox, burada deyildi, amma yeganə hava limanı buradaydı deyə Xocalıda. Cavab 1-4. Verilənlərin hər ikisinin aid olduğu dövlət. Azərbaycan Respublikasında dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. Deməli, Qarabağ uğrunda Vətən müharibəsində Azərbaycana dəstək göstərib. Hər ikisinin aid olduğu dövlətlər. Deməli, 4 olar Türkiyə, həmçinin Pakistan olar 3, 127 cavab olur 3-dən 4. Azərbaycanın 1-ci 3-cü Respublikası, yəni AXC ilə müasir Azərbaycanın ümumi cəhəti. Ermənilərin ərazi iddialarına qarşı həmişə mübarizə var. Yeni konstitusiya AXC-də konstitusiya olmayıb. Xarici dövlətlərlə neft sazişi var, əsr müqaviləsi. Osmanlı dövləti, amma müasir Azərbaycanda yoxdur, Türkiyə var idi. 91-ə aid olmayan hadisələri müəyyənləşdirək. Heydər Əliyev Ali Soveti deputat 90-daydı. 1-i götürürəm. Qanlı yanvar 90-daydı. 2-ni götürürəm. DQMV-nin ləğvi 91 noyabrı. İslam Konfransı Təşkilatı 91 idi. Cavab olur 1-2. 93 ayda olmayan MDB-yə daxil olmuşuq 93. Dövlət gerbimizin təsdiqi 93. İkinci dəfə prezident seçilməyə 98. İqtisadi əməkdaşlıq təşkilatına üzv olmaq 92. Cavab oldu 3-4. Eyni ilə aiddir. Azərbaycan Respublikasının dövlət himninin təsdiq olunması 92, SSR-nin varlığına son qoydu 91, BMT-yə üzv olduq 92, cavab artıq məlumdur 1-3, Konstitusiyanın qəbul olunması 95. Eyni ilə aiddir. MDB-yə üzv olmamız 93, DQMV-nin ləğvi 91, Azərbaycan dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamədə 91, Böyük İpək yolu 98 cavab olur 2-3 burada. 90-da baş vermiş hadisələr. Prezident vəzifəsi 90-ın mayı, ADR aferi 90, müstəqilliyin Rumiyyə tərəfindən tanınması 91-in axırı, BMT-nin baş məclisinin Fələstin bölünməsi fonu ərazisində Yəhudi Ərəb dövlətinin yaradılması haqqında qərarı da yanlışdır. Cavab olur 133-də 1-2. 2006 Bakı-Tbilisi Ceyhan, ABŞ rəsmi səfərinin baş verməsi, bu da 2006 idi, torpaq saatı 1996 idi, Ombudsman 2001 idi. İlham Əliyevin birinci prezidenti 2003-2008. Bu 2007 idi, Bakı Subsa 90-cı illərdə, 98 Böyük İpək yolu 98 idi, Respublikada çadır şəhərcikləri 2007 idi, cavab olur 1-4. 90-cı illərin birinci yarısı, Qərbi Azərbaycanlıların deportasiyasının sonuncu mərhələsinin baş çatması 91, Azərbaycan Respublikası 91 fevralın 5-i, prezident seçkilərinin keçirilməsi 90-cı illərin birinci yarısında deməli prezident seçkisi məsələsi var idi. Amma yenidən qurma 86-dır. Xalq deputatları seçkisi də 89-dur. 136-da cavab olur 1-2-3. Azərbaycanın 20-ci əsrin 90-cı illərin əvvəllərinə aiddir. Xarici dövlətlərlə diplomatik əlaqələrin saxlanması təbii ki də var. Dövlətlər bizi tanıyıb. Azərbaycan Respublikası 91, yeni konstitusiyanın qəbul olunması 95, ortalarına düşür. Dövlət müstəqilliyinin bərpası 91, Deyir Türk Dövlətləri Təşkilatının dövlət başçılarının görüşündə Qarabağ bəyannaməsi. Bu da yanlışdır. Cavab olur 1, 2 və 4, 137-də. Azərbaycanın 20-ci əsrin 90-cı illərin ortalarında hüquqi dövlət quruculuğu üçün təcrübə olan xüsusiyyətlər. Konstitusiya məhkəməsi 98-dir. Konstitusiyanın qəbul olunması 95. İlk prezident seçkilərin keçirilməsi 90-daydı. Azərbaycan Respublikası adlanmağı 91-də idi. Parlament seçkiləri 95-dədir. Cavab 2-5. 90-cı illərin sonlarında yenə dövlət quruculuğu tədbirləri, ölüm cəzasının ləğv olunması 1998-ci il idi. Biri götürürəm. Dövlət himni 92, Konstitusiya 95, dövlət gerbinin təsdiqi 93, Konstitusiya məhkəməsi 98, cavab olur 1-5.
Heydər Əliyevin birinci prezidentliyi dövründə sosial-iqtisadi tədbir, yəni 93-98, torpaq sahəsində qanun 96, konstitusiya 95-dir, sosial-iqtisadi deyil. Əsr müqaviləsi 94-dür, birinci prezidentliyi dövrünə aiddir. İlk bələdiyyə seçkiləri 99, ikinci prezident dövrünə aiddir. Cavabı 1-3. Heydər Əliyevin birinci prezidentliyində sosial-iqtisadi tədbir, Dövlət Sosial Müdafiə Fondu, təbii ki də bu sosialdır və 94-dür. Birinci prezidentlik 93-98. Konstitusiya Məhkəməsi 98-dir. Demokratik parlament seçkilərinin keçirilməsi. Deməli, parlament seçkilərinin keçirilməsi sosial-iqtisadi deyil. Torpaqların kənd sakinlərinə pulsuz verilməsi 96 sosial tədbirdir, 1-4. 90-cı illər və 21-ci əsrin ilk 10 illiyinə aid ümumi cəhətlər, ombudsmanın yaradılması eləcə 21-ci əsrə aiddir, 2001. Konstitusiyaya əlavə düzəlişlər 2002-də idi ilk dəfə, ümumi cəhət ola bilməz. Neftin xarici bazarlara çıxarılması üçün neft kəmərlərinin istifadəyə verilməsi. O var, məsələn, Bakı-Subsa, Bakı-Novorossiysk, həmçinin Bakı-Tbilisi-Ceyhan istifadəyə verilməsini götürə bilərəm. Heydər Əliyevin prezident seçilməyi 2003-də yox idi, 2003-də artıq İlham Əliyev seçildi. Heydər Əliyev 93-98-də ümumi cəhət ola bilməz. Beynəlxalq təşkilatların üzvüyük düzdür. Məsələn, 2001-də Avropa Şurasının üzvüydük. 1992-də də BMT-nin üzvüydük deyək. 3-5 düzgün cavab 142-də. Azərbaycan 90-cı ildə 20-ci əsrin ilk 10 illiyi tarixinə aid ümumi cəhət. Avropa Şurasına üzv qəbul olmamız 2001-dir sadəcə. Beynəlxalq təşkilatlara üzv olmamız, məsələn, BMT 92-də yenə deyirik, Avropa Şurasında 2001-də. Konstitusiya əlavə düzəliş sırf 2002-dədir. Türkiyə ilə sazişlərin bağlanmağı ola bilər. Məsələn, 99-da Bakı-Tbilisi-Ceyhanı bağlayırıq və yaxud da ki, burada Bakı-Tbilisi-Ərzurumu da 2001-də bağlayırıq. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri. İqtisadiyyatın yaradılması 1997-də iqtisadi idi, biri götürək. NATO-nun sülhnaməsində tərəfdaşlıq proqramı bu iqtisadi deyil. 94-dür. Azərbaycan qazı dünya bazarına Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə saziş bu 2001-də atıram. Avropa-Qafqaz-Asiya dəhlizi 1998-dir. Bakı bəyannaməsi. Avropa Şurasının üzvü 2001-dir. Bu da yanlışdır. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri, Azərbaycan nefti dünya bazarına ən qısa və strateji yolla çıxarılmasının təmin olunması bu yanlışdır. Gürcüstanla iqtisadi sərhədi əməkdaşlıq üçün müqavilə Guam, düzdür. Bakı-Tbilisi-Qars dəmir yolu 21-ci əsrdədir. Şimal neft kəmərinin istifadəyə verilməsi 90-cı illərin sonudur. Deməli, Azərbaycan qaz dünya bazarına tranziti, nəqli və satış haqqında Gürcüstan Respublikası ilə sazişin imzalanması deməli. Burada da qazla Bakı-Tbilisi Ərzurumu deyir. Bu da 2001-də idi. Cavab olur 2 ilə 4. Heydər Əliyevin birinci prezidentliyi dövründə iqtisadi tədbirlər. Konstitusiyamızın qəbul olması iqtisadi deyil, təbii ki də 95-dir. Birinci prezidentliyi 93-98. Bakı-Tbilisi-Qars dəmir yolu İlham Əliyevə aiddir. Torpaq islahatı 96-dır. Əhalinin sosial müdafiəsi haqqında qanun 94-dür. Xam neftin Bakı-Tbilisi-Ceyhan vasitəsilə saziş, bu da 99-dur. İkinci prezidentlikdədir. Cavab olur 146-da 3-lə 4. Heydər Əliyevin birinci prezidentliyi 93-98. Füzuli Biltira yaşayış məntəqələri düşməndən azad olundu 94. Ombudsman 2001. Konstitusiyamız 95. İlk bələdiyyə 99. İkinci prezidentliyidir. Cavabı 1-3. Heydər Əliyevin birinci prezidentliyi. Torpaq islahatı. Birinci prezidentlik 93-98. Torpaq islahatı 96. Parlament seçkiləri 95. Dəyişikliklər 2002. İlk bələdiyyə 99. Cavabı 1-2. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının oxşar cəhəti. Prezident idarə üsulu AXC-də yox idi. Konstitusiya AXC-də yox idi. Müstəqilliyin tanınması ikisində də var idi. Məsələn, AXC-də de facto, de jure tanınma, Azərbaycan Respublikasında, məsələn, Türkiyədə, Rumuniyada, Pakistan tanıyıb. Ərazi bütövlüyümüzün qorunub saxlanması uğrunda mübarizə, hər zaman erməni ilə mübarizə aparmışıq. Azərbaycan neftinin ixracı ilə əlaqədar tədbirlərin görülməsi, bunu da götürə bilərik. Oxşar diksi üçün cavab olur 3, 4 və 5. Azərbaycan dövlət müstəqilliyi bərpa edilməsindən sonra, yəni 91 oktyabrın 18-dən sonraki dövr. Deportasiyamızın başlaması 1948-53. Separatçı qüvvələrin fəaliyyətinin qarşısının alınması. Separatçı qüvvə, məsələn, Sürət Çeni var 1993, onu götürə bilərik. Gəncə şəhərinin adının bərpası 89. Üçrəhli dövlət bayrağının
İlk dəfə dövlət bayrağı kimi təsdiq olunması. İlk dəfə deyildi axı. İkinci dəfə idi. İlk dəfə AXC-də idi. Dövlət himninin təsdiq olunması, amma olur 1992-ci ildə. Cavab oldu 150-də 2 ilə 5. 91-ci ildə Azərbaycan Respublikası müstəqilliyini tanıyan dövlətləri xəritədə müəyyən edək. Azərbaycanın müstəqilliyini tanıyan dövlətlər hansılardır? Türkiyə idi, Pakistan, Rumıniya, İsveçrə və İran. Pakistan 1-dir və İranda 4-dür. İlham Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi. Birinci prezidentlik 2003-2008-dir. Bu qaz kəmərinin istifadəyə verilməsi 2007-dir. Asan xidmət 2012. Çadır şəhərcikləri 2007. 20-ci əsr müqaviləsi 2013. Xronoloji ardıcıllıq Türkiyə Respublika oldu. 1923. Azərbaycan Xalq Cümhuriyyəti 1918. Almaniya Demokratik Respublikası 1949. SSR-in dağılmağı 1991-ci ildə. Deməli, birinci götürürük 2, yəni 1918. Sonra Türkiyə Respublika elan olunması 1923-də. Almaniya Demokratik Respublikası 1949-da. SSR-in dağılması 1991-ci ildə. 154-cü suala baxırıq. Deməli, Azərbaycan Respublikasına aid hadisənin xronoloji ardıcıllığı senzura 98, torpaq islahatı 96, Avropa Şurası 2001, İlham Əliyevin ilk dəfə prezidentliyi 2003. Ardıcıllıq belə olur 2, 1, 3, 4. Xronoloji ardıcıllığı müəyyənləşdir. Avropa Şurası 2001, İslam Konfransı 91, Güran 97, cavab olur 2, 3 və 1. Xronoloji ardıcıllıq Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı 91 noyabrın 18-də, yəni 91-ci il. DQMV-nin ləğvi 91 noyabrı, MDB-nin yaradılması 91 dekabrı, ardıcıllıq olur 1, 2, 3. Xronoloji ardıcıllıq Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu 2011. Türk Dili Dövlətlərinin Əməkdaşlıq Şurası 2012. Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtıdır. 2022 deyək. Cavab olur 1, 2 və 357-də. Xronoloji ardıcıllığı müəyyənləşdirək. Xocalı faciəsi 1992. BMT-yə üzv olduq 92 mart. Xocalı fevral idi. BMT 92 mart idi. Azərbaycan Respublikası Konstitusiyası 1995. MDV-yə üzv olduq 93. Cavab olur 1, 2, 4, 3. Xronoloji ardıcıllıq ATƏM Minsk qrupunun yaradılması 1992. Cəbrayılın ermənilər tərəfindən işğalı 93. Əhalinin Sosial Müdafiəsi Fondu 94. Konstitusiya 1995. 159-da da cavab olur 1, 2, 3, 4. Xronoloji ardıcılığı müəyyənləşdirək. Ali Sovetin sədri 93 iyunun 15-i. Konstitusiya aktı 91 oktyabrın 18-i. DQMV-nin ləğvi 91 noyabrında. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 98. Ardıcıllıqla baxsaq, birinci ikini götürürük. 1991 oktyabr. DQMV-nin ləğvini götürürük. Sonra 91 noyabrında. Sonra Ali Sovet sədri 1993-də. Konstitusiya Məhkəməsinin yaradılması da 1998-də. Xronoloji ardıcıllıq Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməyi. 91. Konstitusiya aktı, bu da 91-dir, amma bu sentyabrdadır. Konstitusiya aktı oktyabrdadır. BMT üzv 92, ATƏM üzv 92. Amma BMT martdadır, ATƏM iyunda. Yəni bir sözlə ardıcıllıq olur 1, 2, 3, 4. Xronoloji ardıcılığı müəyyənləşdirir. Azərbaycanda Prezident İdarə Üsulunun tətbiqi 1990 may. Suverenlik haqqında 1989. Heydər Əliyevin ilk dəfə prezident seçilməsi 93. İlk bələdiyyə 99. Ardıcılığa baxsaq, birinci ikini götürürük 89. Sonra prezidentlik 1990. Sonra Heydər Əliyev ilk dəfə prezident seçildi 93-də. İlk bələdiyyədə 99-da. Xronoloji ardıcılıq Azərbaycan Respublikası Konstitusiyasının qəbulu 95. BMT-yə daxil olmamız 92. Horadiz 93-ün sonu 94-ün əvvəli. İlk dəfə prezident 93. Deməli, ardıcılığa baxaq. Birinci ikini götürürük. Sonra 4, sonra 3, sonra da 1. Xronoloji ardıcılıq müəyyənləşdirir. Prezident vəzifəsi 90-cı ildə, Konstitusiya aktı 91, amma oktyabr, DQMV-nin statusunu ləğvi noyabr, Dövlət Neft Fondu 99-dur, cavab olur 1, 2, 3, 4.
Xronoloji ardıcıllıq ATƏM-ə üzv olmamız 92 iyun, MDB 93, Bişkek 94, Konstitusiya 95, cavab olur 1, 2, 3, 4. Xronoloji ardıcıllıq Heydər Əliyevin ikinci dəfə prezidentliyi 98, Konstitusiya qəbul olmamız 95, Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 91, BMT üzv olmamız 92. Ardıcılığa baxsaq, birinci götürürük nəyi? Birinci 3, yəni 1991. Sonra BMT-yə üzv olaq 92-də. Sonra konstitusiyamız qəbul olunsun, deməli, 95-də. Sonra da prezident ikinci dəfə 1998. Yenə xronoloji ardıcıllıq ATƏM-ə üzv olmamız 92, Konstitusiya məhkəməsi 98, əsli müqaviləsi 94, Konstitusiya aktı 91, birinci ardıcılığa baxsaq 4, 1991-dir, sonra ATƏM 1992, sonra əsli müqaviləsi 94, sonra da Konstitusiya məhkəməsi 98. Xronoloji ardıcıllıq Avropa Şurası 2001, BMT 92, MDB 93, İslam Konfransı 91. Ardıcıllıq birincisi 4, 1991. Sonra 1992 BMT, MDB 93 və Avropa Şurası 2001. Xronoloji ardıcıllıq müəyyənləşdirək. İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçildi 2003. Konstitusiya məhkəməsi 98. Manat tədavülə buraxıldı 92. BMT-nin üzv olduq 1992-də. Amma BMT-nin üzv olmuşuq 92 martında Manat Elçibəyin dövründə tədavülə buraxılıb. O da 92 iyunundan sonra prezident olub. Ardıcılığa baxsaq 4, 3, 2, 1 düzgün cavabdır. Xronoloji ardıcıllıq Heydər Əliyev ikinci dəfə prezident oldu 98. NATO-nun sülhnaməyə tərəfdaşlığı 94. Avropa Şurası 2001, Konstitusiya 95. Baxaq görək, birinci 2-ni götürürük 1994 idi. Sonra konstitusiyamız qəbul olundu 95-ci ildə. Sonra Heydər Əliyev ikinci dəfə prezident oldu 98-də. Avropa Şurasının üzvü də 2003-cü ildə. Daha doğrusu 2001-ci ildə. Xronoloji ardıcılığı müəyyənləşdirək. İlham Əliyev ilk dəfə Azərbaycan prezidenti oldu 2003. İqtisadi əməkdaşlıq 1992. TANAP 2018, GUAM 97. Deməli, birinci götürürük 2-ni 1992. Sonra GUAM 1997. Sonra İlham Əliyev ilk dəfə prezident oldu 2003-də. TANAP-ın açılışı 2018-də. Xronoloji ardıcıllıq Azərbaycan MDB-yə daxil olmalı 93. SSR-in adını dəyişib Azərbaycan Respublikası adlandırılması 1991 5 fevral. Konstitusiyamızın qəbul olması 95. Füzulinin 22 yaşayış məntəqəsi Horadiz qəsəbəsi azad olundu 94. Baxırıq nəyə? Birinci götürək 2-ni. Sonra MDB olsun 1993. Sonra 22 yaşayış qəsəbəsi 1994. Sonda da konstitusiyamız 1995. Azərbaycan tarixinə aid olan hadisələrin xronoloji ardıcılığı Prezident vəzifəsi 90. Konstitusiya məhkəməsi 98. 4-cü İslam həmrəyliyi oyunları 2017. Dövlət himni 1992, ardıcıllıq 1, 4, 2 və 3. Azərbaycan Respublikasına aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyənləşdirir. Azərbaycan Respublikası yaranıb 1991-dən sonra. MDB üzvü qəbul olduq 93. Dövlət gerbi, bu da 1993-cü ildə idi, amma MDB sonradır. MDB 93-ün sentyabrıdır. ATƏT-in Lissabon samiti 96, GUAM 97. Demək, onda ardıcıllıq birinci 2 olur, sonra 1, sonra 3, sonda da 4. Suverenilik haqqında qanun 89, Avropa oyunlarının keçirilməyi 2015, SSR-in dağılmağı 91, Dövlət müstəqilliyi konstitusiya aktı, bu da 91. Amma SSR dekabrda dağılıb, akt oktyabrın 18-idir. Ardıcılıqla görsək, 1-ci 89 sentyabrın 23-ü, 1-i götürdük. Sonra konstitusiya aktımız 1991 oktyabrın 18-də. SSR-in dağılmağı 91 dekabrın 25-də. Bakıda Avropa oyunları 2015-də. Xronoloji ardıcılığı müəyyənləşdirir. Azərbaycanda ilk dəfə prezident vəzifəsinin təsisi 1990 mayı. DQMV-nin statusunun ləğvi 1991-də. Suverenilik haqqında 89-da. Azərbaycan Respublikası adlanmağı 91 fevralın 5-də. Ardıcılığa baxsaq, birinci üsü götürürük 89-dur. Sonra prezident vəzifəsini götürürük 90-dır. Azərbaycan Respublikası adlanmağı 91 fevralın 5-idir.
DGMV stasionaları 91 noyabrıdır. 3, 1, 4, 2 düzgün cavabdır. (2022, 2021, 2024) Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Şuşa bəyannaməsi 2021-ci ildə. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Qarabağ bəyannaməsinin qəbul edilməsi 2024-cü ildə. Rusiya ilə Moskva bəyannaməsinin imzalanması da 2022-ci ildə. Orada cavab oldu 1C, 2A, 3D, B. 2010, 2019, 2011 ilk dost mərkəzinin açılmağı 2019. Azərbaycan BMT-nin qeyri-daimi üzvü 2011. Türkiyə ilə Azərbaycan arasında Bakı şəhərində strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanması deməli. Bu 2010-cu ildə idi. Azərbaycan Respublikasının qoşulma hərəkatının üzvü olmaq 2011-dir. İslam Əməkdaşlıq Təşkilatının İstanbulda sammitinin keçirilməsi də 2010-cu ildə idi. 178-də deməli cavab olur 1C, 2A, 3B, D. 2003, 2022, 2024 Prezident İlham Əliyevin Cenevrədə informasiya cəmiyyəti üzrə dünya sammitində iştirakı. İlham Əliyevin prezident kimi ilk səfəri elə olub Cenevrəyə. Ona görə bu 2003-cü ildədir A variantı. Şuşada dünya azərbaycanlılarının 5-ci qurultayının keçirilməyi bu olur 2022-ci ildə. Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Zəngilan Ağa kəndində yeni məktəbin istifadəyə verilməsi 2022-ci ildə idi. İlham Əliyev Aşbanın vitse-prezidenti 2003-cü ildə idi. Cavab olur 179-da 1A, 2B, 3C. 2023, 2012, 2014 Heydər Əliyev mərkəzinin inşa olması 2012. Heydər məscidi 2014. Füzulidə Özbəkistan-Azərbaycan dostluğunun rəmzi olan Mirzə Uluqbəy adına tam orta məktəbin açılışının olmağı. Bu da 2023-cü ildə. Dövlət bayrağı meydanının təsis olması 2010 idi. İlham Əliyev Milli Olimpiya Komitəsinin sədrliyi 97-də cavab olur 1C, 2A, 3D, B. Deməli, Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatların tarixi azad etdiyi əraziləri uyğunlaşdırmalıyıq. Deməli, 1992 yayında Ağdərəni azad eləmişdi. 94-ün yanvarında da Horadizi azad etmişdi. Kəlbəcər, Laçın, Xankəndi. Bunlarda uğurlu əməliyyat yox idi. Xankəndi 91-ci dekabrında işğal olunub, Kəlbəcər 93-də, Laçında 92-də. Cavab oldu 1A, 2D, Y. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olub, videoları bəyənib, şərh yazmağı unutmayın.